Assalamualaikum. Üçüncü Amin. sual. Cezakallah xeyran. Üçüncü sual. Emin. Cemaat-ü Təbliğ və Cemaat-ü Rəhbər kimlərdir? Məşhurdur. İndi necə bilirsiniz, axı İslam aləmində bu cemaat Cezakallah xeyr. Bu cemaat məşhurdur. Cemaat-ü Təbliğ deyirlər buna. Əhbəb. Biz deyirik ki, o cemaatın, təbliğ cemaatının əhlüsünnənin mənhəci ilə, yolu ilə heç bir əlaqəsi yoxdur. Əhlüsünnə mənhəcinə müxalif olan bir cemaatdır. Müəssisi bilirsiniz də, Bismillah, Hindistanlı. Tanıyarsan. Muhammed ibn İlyas Əl-Kəndəhləvi. Hindistanlıdır. 1885-ci ildə doğulub, 1944-də müasirdir, yəni müasir o çox uzağa getmir, yəni. Orada bir məntiqə var, orada başlayıblar bu dəvətə. Yəni, təsəvvür edək, təbliğ cəmaatının müəssisi budur, banisi. Sufi, Quburi, Mətrudi. Haqqında tərcümə halına yazanda deyirlər ki, olurdu ki, bir ay qəbirdə yatırdı, deyir. Etiqaf eləyirdi qəbirdə, yəni. Quburidir, yəni. Məsələn, övliyan qəbiridir, getmirlər, 1 saat, 2 saat, 3 saat, bir gün qalır. Akəfə, yaqifu. Etiqaf eləyir orada, çökür. Quburi 1 ay. Bu böyükdür, yəni ona görə. Yəni, əqidə sufi etiqadıdır. Onun bir kitabı var, eşitmisi Təbliğ Nisab. Məşhurdur. Urus dilində də var, səhv eləmirəmsə. Urdun dilində yazılmışdır. Sən təsəvvür elə qardaşım, bütün o ölkələr yoxdur, Pakistandır, Əfqanistandır, Bangladeş, nə bilim, o Hindistan, istənilən müsəlmana yaxınlaş, istənilən müsəlman yəni. Denən Təbliğ Nisab kitabı hamısı bilir. Hamısı bilir. Müəllifi budur. Muhammed ibn İlyas Əl-Kəndəhləvi. Kitabda açıq aydın şəkildə deyir ki, yəni adam quburidir. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrinə gedib şəfaət tələb etmək icazəlidir. Allahu akbar. Deyir Ömər, Əbu Bakır, Ömər yoxdur. Gedirsən, deyir qəbirlərinə təvəssül edirsən. Təbliğ cəmaatının müəssisi bunu deyir. Onlar əhlüsünnənin mənhəcinə, yoluna müxalif olan tayfadır. Bu səhv eləməmsə yatır yuxuda görür bu. Həmin bu Muhammed ibn İlyas yatıb yuxuda görür ki, bu ayə yoxdur. Kuntum xeyra ümmətin uxricət linnəs tə'muruna bil ma'ruf və tənhavna anil munkar və tu'minuna billah. Siz insanlar içərisində çıxarılmış ən xeyirli ümmətsiz, yaxşılığa əmr edib. Buradan bu ayədən sonra başlayır. Kuntum xeyra ümmətin, xeyri yəni xoruc kimi təqdim edir, bilir, başa düşür, xoruc. Cemaat-ı Təbliğ necədir? Xoruc, çıxırlar. 3 gün, getdi, 5 gün, adətən 3 gün olur. Bütün ölkələrdə var, İslam ölkələrində, xüsusən dediyim ölkələrdə. Xoruc, xeyriyyə budur deyir. Allah subhanahu və teala bunu xorucu deyir. Ona görə Cemaat-ı Təbliğin ən böyük müxalifətlərindən biri, biz deyirik bidət tayfasıdır. Əhlüsünnə ilə heç bir əlaqəsi yoxdur, təbliğ olunur. Ən böyük fəsadlar, müxaliflərindən biri Qur'an-ı Kərimi təfsir edirlər. O təfsirlə ki, nə sahabə bilib, nə tabiin bilib, nə ətbəy tabiin bilib. Özləri, öz havasına uyğun. Məsələn, bizdə necədir o çıxıb təfsir eləmirlər? Oturur misal üçün, danışır canlı yayımda Qur'anın izahı, Allah nə deyir? Elə sözlərlə təfsir edir ki, nə sahabə bilib o sözü, nə tabiin bilib, nə ətbəy tabi. 3 xeyirli nəsi bilməyib ölüblər. Öz havalarına, öz məqsədlərinə, öz nəfslərinə uyğun, gözəl şəkildə Quran-ı Kərimi təfsir edirlər. Nə Allahın muradıdır ayədə deyilmir, yəni. İsabət eləməyiblər. Ən böyük müxalifətlərindən biri budur. Ondan sonra, məsələn, biz deyirik ki, ən böyük müxalifətlərindən biri, bu cəmaatda təvhidə dəvət yoxdur. Qətiyyən yoxdur, qardaşım.
Məsələn, görmərsən də cəmaət təbliğdir, gedib, çıxıb, dəvət edir. Dəvət et, desin ki, məsələn, Allahdan başqasına qurban kəsmək olmaz. Dəvət cəmaətidir. Sən dəvət cəmaətisən, Allahdan başqasına nəzir demək olmaz, Allahdan başqasına qurban kəsmək olmaz, Allahdan başqasına and içmək olmaz. Yoxdur. Vallahi əxi. Dəvətin əsli bu deyil, yəni. Bunun üzərində qurulmayıb, yəni. Tövhidə nida, çağırış yoxdur. Dəvət yoxdur, yəni. Ey insanlar, Allaha ibadət edin, ona şərik qoşmayın. Peyğəmbər sallallahu aleyhi və səlləm dəvəti necə idi? 10 il Məkkədə ancaq buna çağırırdı, la ilahe illallah. Ona görə biz deyirik, əhl-i sünnənin mənhəci deyil, yəni. Təbliğ cəmaatının mənhəci. Ən böyük əmir tövhiddir, ən böyük nəhi şirkdir. Bunlar eləmirlər. Qətiyyən. Məsələn, deyə bilərsən ki, müxalifətlərindən şəri elmdən qafildilər. Şəri elm. Şəri elmdən qafildilər nə demək, necə başa düşürsən? Məsələn, başda gedənləri şəri elmdə ehtimam yoxdur, əxi. Ehtimam göstərmirlər. Məsələn, alimlər necədir, əxi? Otururlar, dirasa edirlər, dərs verirlər, tədvin, kitablar. Məsələn, dərslər Arkanus Salət, Vudu, Zəkat, Oruc. Bu kitablar necə yazır? Alimlər, İslam alimlər. Uzaqdırlar, əxi. Bu deyil, yəni. İşləri bu deyil, yəni. Ancaq nə? Cəmaət təbliğ, şəri elmdən uzaqlar deyəndə əksi nə başa düşür? Məsələn, gəlir, əxlaqdan danışır, gözəl hadisələr. Amerikada biri var idi, deyir, falan yerdə, falan xristiyan, falan. O, necə deyirlər, olan əhvalatlar yoxdur, qıssalara, hekayə, baş verən, vaqi olan şeylər. Bax, belə şeylərlə məşğuldurlar. Şəri elm yoxdur onlarda. Görmərsən, məsələn, təbliğ cəmaatının bir başda gedən bir elm əhli, talibul elmdir, oturub, misal üçün, elmi tələb yoxdur. Uzağı oxsalar, Riyad-ı Salihin oxuyurlar. Riyad-ı Salih, o da bir neçə hədis. Vallahi şaş hamısını oxuyardılar, axı. Seçirlər oradan, o fəzilətli əməllər var, hansı bir əməl üzərinə böyük fəzilətlə tərtib olub, seçirlər onu, hətta məsələn var belə, uydurma da olsa, danışırlar. İşləri bu şəri elmdən qafillər, uzaqdılar. Məsələn, deyə bilərsən müxalifətlərindən alimlərə təni edirlər. Sevmirlər alim, İslam alimlərini, vallahi. Ələ salırlar. Yəni bu, məsələn, hətta olub, bəzi şeyxlər danışırlar ki, böyüklərinə oturublar falan. Hamısı, məsələn, İbn Bazdır, İbn Hüseymindir, Şeyx Albanidir, hamısı pis-pis sözlər deyirdilər, yəni. Onlar deyir, hədislə məşğul olurlar falan. Yəni, bunlar hədis əhli deyirlər, axı. Bunlar əhl-i sünnə deyirlər, yəni. Ona görə əhl-i sünnənin təbliğ cəmaatı ilə heç bir əlaqəsi yoxdur, axı. Heç bir əlaqəsi yoxdur. Həmçinin müxalifətlərindən deyə bilərsən, təassub və təhəzzub əhlidirlər. Nə mənada? Sən dəvətlərini həd edən cavab ver, ən gözəl əxlaqı sənə göstərəcəklər. Güləcək səni, fərəhlənəcək, sevindirəcək səni, yardım edəcək sənə. Səndən yoxdur, yəni. Həd demə, dəvətlərini həd demə, buğz edəcək sənə. Bu təassubdur, bu təhəzzubdur, axı. Bu haramdır şəriətdə. Bu haramdır şəriətdə. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah gözəl bir sözü var bu barədə. Kaş ki, bu söz başa düşülərdi, yəni. Deyir, hər kim özünə bir imam seçsə, başçı, başda gedən, mən bunlardanam. Mən ancaq onun dediyini deyirəm. Ona desə odur. Onun yolundan çıxmıram. Seçib özü üçün. Var, bizdə də var belə cəmaat. Filankəslərdəndir. Filankəsin cəmaatı. Filankəsin cəmaatı. Bu təhəzzubdur. Bu hizbiçilikdir. Bu təassubdur, məzmum, məzəmmət olunur, haramdır bu. Nə deyir, o bidət əhlidir, deyir. Yəni bu sıfə, düzdəxi, bu sifət bidət əhlinin sifətidir. Bu bidətçilər belə eləyirlər. Əhl-i sünnə var, sünnə əhli var, bidət əhli. Bu bidət əhlinin mənhəcidir. Onlarda var bu görsənir, məsələn, cəmaat təbliğ. Məsələn, necə eləyir? Necə görsənir, çıxır üzə, belə deyim, sevgi və nə var orada? Buğz, nifrət. Şəxsə görə qorulur. Həyata keçir, baş verir. Kimin necə insan olması, yaxşı ya pis insan olması şəxsə görə bilinir.
Bu böyük problemdir. Bu heç vaxt bunu belə mənhəc sahibi olan insan heç vaxt əhlüsünnə ola bilməz. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, kim belə bir adam seçərsə özünə, bunları hamısını bunun üzərində qurarsa, o deyir xəta eləyib, böyük bidətə düşüb, yəni onlar bidət əhlidir deyir. Lakin çox təəssüflər olsun ki, bizdə də indi görürsən, adam təəssüf hissi ilə deyir ki, bizdə də var belə cəmaat, filankeslərdəndir deyir. O filankes götürüb özünə, o bunu seçib özünə, bu onu seçib özünə. Olmaz. Əslində necə olmalıdır? Bir insanın yaxşı pis olması nə ilə bilinir? Kitab sünnəyə bağlılığı ilə. Sən Rafael, gəlib soruşursan necə oğlandır? Gəlib soruşursan ki, məndən necə qardaşdır? Qardaşım, deyirəm kimlərdəndir? Hə, var bunu soruşursan? Hə, kimin cəmatıdır? Var bunu soruşursan? Var nəyi soruşuram? Qardaşım, sünnəyə nə qədər bağlıdır? Sünnəyə bağlı olmasının miqdarında deyəcəm ki, yaxşıdır yoxsa pis. Sünnəyə bağlı olmasının miqdarında seviləcək və buğz ediləcək. Sünnə. Hə, bilinir. Amma bizdə necə adamdır, filan kəsdən salam vermək olar, olmaz. Deyir, yox, bax, deyir, əgər o cəmaatdandırsa, budur. Bu filan kəsdən filan, bu problemdir, ciddi problemdir. Yəni, cəmaat-ı təbliğ, bidət, cəmaatı da əhl-i sünnədən heç bir əlaqəsi yoxdur. Yəni, bir cəmaatın ki, müəssisi quburi olsun. Nə yüz deyirsən ki, ondan? Mətrudi idi əqidədə.